Salam, bugün sizlerle birlikte aslında hakkında müsahibə vlogu çəkirik. Bunu müsahibəyə gedəndən sonra paylaşdım yüksək ehtimal. Çünki edit etməyəm. Qısa olaraq bugün çağırmışam, sabah çağırmışam. Bugün yəni ayın 28-i. Dünə gedirəm şəkil çıxartdırmağa, üçüncü şəkil istəyirlər çünki. Gedirəm şəkil çıxartdırmağa. Sabah da səhər 10:30-da müsahibədə olmalıyam, o saat 8-də durmalıyam. Nəysə, axır belə. Müsahibəyə gedəcəm, siz də mənimlə gəlirsiniz. Şəkli göstərirəm. Evet, saçma dedim ki Allah'ım ne ola, tüm şansımı burada istifadə edeyim. Bax, nədir? Bu nədir? Bu da açıksız. Bax, nədir? İstəyirəm bir şəkildə gəlmişəm. Bu şəkil üçün. Hə? Adamı da öyrəm. Gedim yemək yiyeyim. Ana yiyəcəm, gedəm çıxış şey aldım. Adamı öyrəm, artıq çıxartdım olmalı. Gəlməm, haydi yapacağım. Ağzım hazırdır. Üf. Nəysə, çəkiş mənə gəldi. Ama şəkil təqəmə sərbədə olmayan çıxır. Nəysə, o təqəmə sərbədə saklarım. Nəysə, axır belə. Yarın sabah başvururum yanına. Ben sabah görəm olmasın. Yavrum yok. Babam da dalaş annem, annem karban kapıda tamam. Şey, 6 yaşında başladım. Çok tayfetlerden dedim başlayayım valla. Ben yiyeyim. Başlayayım artık. Öyle olsa baktım şeyler vermedim. Falan falan cimri yazmışım. Yemin ederim. İşte ama ki götürmem. Beni götürmedi. Bir seni götürerdim. Neyse 30 lira. Anlık olarak elimde olan yer yon bilgimi de itirdim. Hara gedirəm bilmirəm. Xəritədə baxaq gedirəm ki mən Əhmədin həzini ovucumun içini tanıyıram. Xəritəyə baxaq gedirəm Allahdan çevrimçi xəritəm var. Ovucumun içi kimi bilmiyordum ben necə itə bilərəm. Bu kaydı 10 dəfə falan almışam. Bu video 5 dəqiqə idi və mən bunu 21.9x ilə sürətləndirmişəm. Burada müsahibə suallarını hazırlaşdım və yaxşı ki də hazırlaşdım. Çünki onlardan sual verdilər. Yaxşı ki. Müsahibəyə gedirəm. Müsahibəyə gedirəm. Çünki şəkil faciasına görə şəkildə vəsiqəm götürmüşəm. Vəsiqəm nə qədər? 6-dayım, baxın. Gedince vəsiqəm. Ay, şəkil hazırlasa böyle. Bir də böyle şəkil vəsiqəm götürdüm. Etdi. Müsahibə canlı olub gəldik. Çox heyecanlıyam. İnşallah götürürlər. Deməli belə. Müsahibəyə gedirəm, müsahibədə belə bazı suallar cəbləyə yazdırdım, oxudum, məlumat söyləndim. Məsələn, Asan Xidmət Prezidentin fərmanı ilə 13 iyul 2012-də fərman verilib. Amma ilk bir sayılı açılma tarixi 2013 15 yanvarda. Sonra Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlar Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir və açılışı da Azərbaycan Service and Assessment Network-da. Görürsünüz, bu qız bilir. Nəysə, nəfəsim kəsildən önünə gedirəm. Öpdüm sizə, məlumat gəldi sizdən. Asan Xidmətdəyəm. Məlumatlarımı doldurdum. Sonra indi inşallah götürəcəklər. Amin. Dua eləyin. Düzü bunu götürsələr sonra paylaşacağım mən nəysə olsun. Mən də dua eləyin ki götürsünlər. Asan Xidmətdəyəm. İndi görək nə olacaq. Gözləyirəm gəlsin, götürsün vərəqi, müsahibəyə çağırsın. Bir şey təkrarlayayım. Müsahibədən çıxdım. Əllərim əsir. Çıxartıq yuxarı. Çox yaxşı da keçdi deyə bilmərəm, pis də keçdi deyə bilmərəm. Məlumatım var idi. Məlumata əsasən suallara cavab verdim. Yəni dedim, birə düşəcəm deyə, yəqin ki. Deməli, Asan Xidmət haqqında məlumatım olmadığını soruşdu. Mən də məlumatımı verdim. Yaxşı ki, oxumuşdum. Yəni, başqa dünya görüşü sualları vermədilər. Məncə yaxşı keçdi. İnşallah seçilərəm. Amma bir dənə dedi ki, bura niyə 6 sayıldı? Dedim, bilmirəm. Görəsən 6-cı olaraq açıldığı üçün ola bilər. Orada biraz şaşdım, qaldım. Bilmirəm. İndi avtobus gözləyirik. İnan, necə özüm də bilmirəm, necə hiss eləyirəm. İnşallah seçilərəm. Amin. Dua eləyin. Tez. Akşam mesaj gəlsə mükəmməl də yəni. Kimdən danışsan? Video çəkilir. Hə? Video çəkilir. Akşam o mesaj gəlsin ki seçilmisiniz. Məndən xoşbəxti yoxdur. İnşallah seçərlər. Çünki inşallah seçərlər deməkdən başqa heç bir şey gəlmir bu saat əlimdən. Ayəm mənə demişdi ki, Asan Xidmət haqqında suallar verirlər. Bir dakika qopdu, bu düzəldim.